İlk önce özünüzü təqdim edin. Mən Gülarə Temirova, İlyas qızım. Sizin bizim redaksiyaya müraciət etməyinizə səbəb nədir? Nə ilə bağlı gəlmisiniz şikayətə? Ticarətlə məşğuluduq. 5 dənə şərk idik. Bu şərklərin biri Zakir müəllim pulunu aldı, çıxdı qırağa. Qürbət Aliyevdən. Yerində qaldı Eynullah Kərimov, mən, Abizarov Mürəddin və Sıfa xanım. Sonradan Aliyev Qürbətdən bir şikayət etdik. Aliyev Qürbət də sizlə şərik olub. O mənim çobanım olub. Mənim və Abizarov Mürəddinin çobanı olub. Həm də maklerimiz olub. Yəni bunu bütün Gəncə... Vasitəçisiniz də? Hə, bütün Gəncə şəhəri bilir. Demək. Qürbət Aliyev mənim fermamda, mənim çobanım olub. Və sonradan baxdıq kasıblıq da, kəndçilik də hamımız kasıblan kəndçiliyi ilə büyümüşük. Hamımızı kartoşka ilə büyümüşük. Baxdım biraz uşaq borucu xərci var uşaqları falan böyüyür. Biz dedik ki bu torpaq alverində də başqa adam içimizə gəlməsin də Aliyev Qürbəti oradan gətirdik. Həm də maklerimiz oldu. Bir neçə mahnıların müəllifiyəm, yəni el tanıyır, lazım gəlsə disklərimizi, videolarımızı biz sizə göstərərik. Məsələn, mən Aliyev Qürbətin səs yazmalarında özünə şahidlik edir. Mən onu sizə təqdim edəcəm və xahiş edəcəm. Maddi sübutlarınız oradadır ki, bu adamın sizə nə qədər borcu? Amma bunu da mən özüm yazmamışam, amma səsini yazdırmamışam. Özü səs atıb bizə, şərk işləyən vaxt. Bizə göndərdi, bu gün bir belə torpaq satdım, bu gün bir belə... Məsələn, orada sizə təqdim edəcəm, üzr istəyirəm, burada var. Yazır ki, mən filan şey dedim, icra başçısına, kəndcimiz Natiq müəllimə. Yəni, səsi təqdim edəcəm, xahiş edirəm, onu işıqlandırasınız. Çox xahiş edirəm. Getdik, xanlarda yedik, işləyin, ağarıq düşdük, bir şey əllədik. Dedim ki, 25 dənə kimlik sənin qabağında 2 günə 15 mindən verəcək. Xanlarda oturduq, müəllimlə bir yerdə, o dostumuzla Gədəbəyli ilə. Deyir, Qürbət, mən səni gətirəcəm, amma məni padvat deyirəm, işləmək lazım. Deyirdim, ay müəllim, sən bizə dənə dabrosunu al, mən sana klienti şappa-şap eləyim. Bütün hamı mana gəlir ki, iş düzəldi. Hansı günü desən 20 dənə kimlik qabağındadır. Sənədi ver, pulu götür. 2 günə. Deyirdim, mən müəllimə yavaş-yavaş gətirib çıxartmışım. Bizcə dənə sana dən kimi hazırla sənədlər. Deyirdim, mənim gözüm üstə. Allahın köməklə güclü işlənilir o barədə ki, müəllim işləmək lazımdır. İşi də aparan torpaqdır. Qabaqca lap qazdı gəlir ki, torpağı yox, bələdiyyə satar, özdə dəymən. İndi deyib, bu gün də gözünə ətirmişim ki, ay müəllim, bu vəsait ancaq torpaq həllilikdir. Bizdə torpaq verilməsə mümkün deyil. Bir deyik, kiriyir, nə yox deyir, nə hə. İndi düzələcək, Allahın köməyinlə, sağlığına mən də deyirdim, sən öl, mən hazırım. Hansı günü deysən, klientim yanımda, böyründə, səni başucu eləyəcəm, mən də böyründə dolanacam. Getdik, bu dəqiqə xanlardan düşünmüşük. 25 kimlik nə deməkdir ki? Yəni 25 dənə torpaq satır. 25 dənə torpaq satacağım, 25 kimlik. Yəni 25 dənə müştərim var da, yəni klientim. İcra hakimiyyətinin nümayəndəsi ilə bu işi görür bu? Bilmirəm, Natiq kimdir? Yəni orada baxacaqsınız, yəni bunu devlət ard edəcək. Mən tanımıram, yəqin Qürbət Aliyev tanıyır. Mən səsə inanıram. Qürbətin özü, öz səsini, özünə şahid edir. Və Qürbət Aliyev bizim içimizə gələrək, bizim etibarımızdan suni istifadə etdi. Bəli, Liza Xanımədov baxdı. Sonra da nə bilim, verdim operasiya məhkəməsinə, dedim ondan böyük də var. O da yəni Liza Xanımədova çıxartdığını qərarda saxladı. Heç biri mənimlə şahidlərimi dindirmədi. Mənim maddi sübut, əlimdə kamera, mənim boğaraq maşından atdığı və suda ekspertin kağızı olmadan, nə bilim, nə oyun hoqqadan, yaxın ki, adiyyəti durumlar burada məni dinləyər, bilər mən nə demək istəyirəm. Hansı öz başlanğıqlardan danışıram. Hətta mən zərər çəkmiş olmağıma baxmayaraq mənim özümü qorxudurdular ki, tutacam bir qadın olaraq. Siz şikayət etdiyiniz şəxs sizi boğaraq maşından atır? Bəli, qolunda bəzbənd olarlar, tutağından çıxandan sonra. Gəl dedim... O yaşadığı yeri necə tərk edibdi qolunda qol bağı olaraq, nəzarət qol bağından? Bilmirəm. Və məni dedik barışaq, 250 minini də verib. Yerində qalan 100 neçə minini... Bunu telefonda deyir sizə ki, gəl barışaq. 100 neçə minini də şeydə verim, notariusdan pulum yoxdur, şey bağlayayım. Borc müqaviləsi. Hə, dedim, razılaşdım, tutulmasın, mənim ondan nə qəsd qərəziyim yoxdur. Nə mən
Mən heç bir şeyim yoxdur. Bir vətəndaş kimi tutuldu mənə, nə tutulmadı. Pulumu istəyirlər. Mənə deyən zərərimizi yapmaq istəyirlər. Neyse, buna baxmayaraq, qısa və konkret, aidiyyəti durumlar bilər, mən nə danışıram. Ekspert bildiyimiz kimi zakaza işləyir. Bütün buna aidiyyəti durumlar bilər, məhkəmə zakazına işləyir. Mən eksperti görməyə, ekspert mənə yalan kağıt çıxardıb. Və burada Siz çox... ekspertizada olmamısınız və məhkəməyə ekspertizə rəy gəlibdir. Olmamışam, bəli. Bəli. Hansı ekspertizaydı o? Gəncə şəhər ekspertizası. Gəncə şəhər ekspertizası sizi görmədən, bilmədən ekspertizə rəy Bəli, bəli. Və Bu rəis... xəsarətinizlə bağlıdır. Bəli, bəli. Skor Gəncə şəhər bank xəstəxanası kağız verir. Tibbi yardım. Xəstəxanadan verilir. Hətta tibbi yardım mən parla huşsuz vəziyyətdə. 2 gün reanimasiyada qalıram. 3 gün operasyada qalıram. Və sonradan da təcili yardımdan verilir ki, huşsuz vəziyyətdə gəlib xanım bura. Mən huşsuz vəziyyətdə, reanimasiyada necə təhqiqata izahat verə bilərəm, həm də 1 metrlikdə ərizə yaza bilərəm. Bunu Azərbaycan... Sizin dəstək xəttiniz yoxdur, da? Xeyr, nə dəstək xəttim yoxdur, nə mən latınca yaza bilmirəm. Bütün devlət strukturası bunu yoxlasın. Aidiyyəti qurumlar. Nəysə, təhqiqata, Kəpəzin polisinə, Hacıyev, Turala və məhkəməyə nə xeyr eləyirsə, onu çıxırtdırır. Hətta mən atdığı yerdə. Bax, bu diskdə var. Amma oradan yəqin ki, məni skor götürür də təcili yardım. Təcili yardımın şəkili yoxdur. Heç nə. Çünki təcili yardım orada məni qan içində götürür. Qan içində götürür. Təcili yardım orada məni pis vəziyyətdə götürür, huşsuz vəziyyətdə. Orada ağırlaşdırıcı hallar var deyini. Təcili yardımı salmayıblar. Bu əslində Cinayət Məcəlləsində göstərilir qəsdən öldürməyə cəhd. Qəsdən, çünki niyə qəsdən Bəs bunu öldürmək? araşdırmada necə belə başsız buraxdılar? İnzibatı yazır, inzibatı. İnzibati xətalar məcəlləsindən götürüb. Yox, yaxşı. Sizin maşından atması inzibati xətadır. Güya mənim maşında döyməyib. Mənə soruşdu təhqiqatçı, nə olub? Dilim tutmaz, dedim ki, məni Qürbət Əliyev boğaraq maşından ölümü bildi də elə bir ölmüşəm attı. İlk o, mən nə ərizə verməmişəm, nə izahat verməmişəm təhqiqatçıya. Tural Hacıyev oradan çıxandan sonra üzr istəyirəm, gəlirəm, deyirəm ki, qardaş, çağır Qürbət Əliyev, mən 50 dənə qürbət var. Deyirəm, məni qürbət atıb, düz deyilmi? Məni Qürbət Əliyev çağırıb düzləşdirmədi ki, bu qürbətdirmi? Odur mu? Təhqiqat düzləşdirmədi. Oradan çıxandan sonra heç bir iş olmadı. Qürbət Hacıyevlə sizi Qürbət Aliyevlə sizi heç cürə üzləşdirmir. Xeyr. Yəni heç bir şey. Ona baxmayaraq Gəncə şəhər məhkəmələri nə çıxartdı Allah bilsin, özü bilsin, haqq ədalət. Bu Qürbət Aliyevin dələduzluq ittihamınızla bağlı işi başqadır və sizə həyatınıza sui-qəsd etmə girişimi başqadır. Hə, onu başqadır. Təhqiqat onu dələduz kimi eləməyib. Çünki mənim Qürbət əslində Qürbət Əliyev. Yox, dələduzluqla bağlı məhkəmə axı 1 aylıq sanksiya var, verir. amma mənim maşından atdığı var, ha, yoldaş. Onunla bağlı nə? Onu əslində belə idi. Məni o öldürüb də. Licbi, mən sizə bir də təqdim edəcəm. Xahiş edirəm orada verin. Qürbət Əliyevin qardaşı, doğma qardaşının oğlunun səsi var. Xahiş edirəm, verin. Bəlkə montajdır, bəlkə yalandır. Şəhər qanun səsini ekspert tələb edirəm. Ekspert 10 milyona hali baxsın. Qürbət Əliyev 48 saat saxlananda qardaşı Qərifə zəng edir ki, Qərif, məni buradan çıxart, xahiş edirəm. 100.000 manat da olsa Gültəkinin başına qoyub onu özü tutturacam. Həmin səs Qürbət Əliyevin qardaşının oğlu Sizə borclu olan şəxs sizi oradan çıxaraq tutturmaq. Bəli, 100.000 manat olsa da qardaşı oğlunun səsidir, Qürbətin qardaşı oğlunun səsidir. Və onun özünü tutturacam. Həmin səsi xahiş edirəm. Sizə elə gəlmirmi ki, Qürbət Əliyev hal-hazırda o cür bir səs göndəribsə, qardaşına danışıbsa, bu bizim dövlət qurumlarımıza, hüquq mühafizə orqanlarına belə deyək də bir ləkə yaxma aparır. Yəni pulla adam tutturmaq nə deməkdir? Bəli, mən Azad Azərbaycan azad vətəndaşıyam. Ölməz lider Ulu Öndər Heydər Əli Rzaoğlu Əliyevin qanununa güvənirəm. Onun oğlu İlham Əliyevin apardığı siyasətə və qanununa güvənirəm. Fəxr edirəm ki, mən Azərbaycanda yaşayıram. Vilayət Eyvazova güvənirəm. Cənab prokurora güvənirəm. Polislərimizə güvənirəm. O bəlkə də Qürbət Əliyevin şantajıdır, polisləri atır. Bəlkə də polislərimizi ləkələmək istəyir. Mən nə Qürbət Əliyev pul verdiyini görməmişəm, polislər pul aldığını görməmişəm, prokurorumuza. Sadəcə olaraq Qürbət Əliyev bəlkə kim... Bu adamın bu cür bir səs yazısı gəlib sizə. Bəli, səs yazmasını verə bilərəm sizə. Və sonradan Qürbət Əliyevin şəxsi mənimlə WhatsApp-la atdığı, o birisi ortağımız Abizarov Mürəddin atdığı 100.000 bir almışam, 100.000 özü özünə şahidçilik elədi. Yəni sizdən aldığı pulları öz səs yazısı ilə təsdiq edir. Mən
gedir, mən onu sizə təqdim edəcəm. 10 milyon ahali baxsın. Çünki Abşeronda gedən işimizə 200 min axırıncı verdiyimiz yerdə, Abşeronda gedən istintaqda, Abşeron istintaqın rəisi, konkret, Müşfiq müəllim baxmır, konkret mənim o diskimi apardı, müştəbə qəbul eləmədi və həmin səslərdə xahiş edirəm. İstintaq prosesi zamanı sizin vəsadətləriniz qəbul olunmur. Bəli, olmayın, nə məni qəbul eləmirlər, nə şahidlərimi qəbul Bu eləmirlər. məsələ ilə bağlı Abşeronda vəkiliniz var sizin? Vəkilimlə gedirəm, hətta vəkilimlə gedərək, vəkilim 25 ilin məhkəməsi olmağına baxmayaraq Səfər Hüseynov 2 saatlarla 25 polisin ilin qabağıdır. vəkilidir. Yox, hakim işləyir o 25 il. Sonra pensiyadan sonra vəkil işləyir. Ona baxmayaraq, o 2 saatlarla Abşeron rayonunun istintaqının qarşısında gözləyir. Ola bilər, gözləsin. O onun şəxsi mövqeyi. İşidir, hə. Hə, ona bir şey yox. Amma mənimlə gedən şahidlərimi qəbul eləməyib, nə məni qəbul eləməyib, bir dəfə iş mənimdir, zərər çəkmiş mənəm, mən bir dəfə görmüşəm müstəntiqini. Və 3 dəfə də zorla baş prokuror Qasımova, təşəkkür edirəm, Qasımov, kurator, zəng edib, ondan getmişəm Daxili İşlər Nazirinə, Allah razı olsun, ona gəlmişəm, o göndərib, yönləndirib, onun tapşırığından qəbul edin məni. Yalan deyirəmsə, buradan Daxili İşlər Nazirinə, Namiq müəllim eşitsin, o kuratoru, Abşeronun və Qasımov, prokurorluğun kuratoru eşitsin, yalan deyirəmsə, Allah mənim bəlamı versin. Onlar da yəqin ki, hüquqi vətəndaşlardır, görə ki, onlara şən atmıram. Onların tapşırığıyla Rövşən müəllimləri qəbul edir. Hər iki qurumun kuratorları zəng edəndən sonra sizin Abşeron istintaqında qəbul edirlər. Hə. Yəni beləncə yəni gedirsiniz, vəsadətlərinizi versiniz, siz qəbul edir. Hətta Qürbət Aliyev başqa bir qadınlara da, başqa bir kişilərə də dələduzluq edərək pul verib, alıb, nə torpaq verməyib, nə evini verməyib, nə də pulunu verməyib. Onlar da mənim TikTok'dan keçmiş bir sosial medyadan. Görürlər Qürbət Aliyevin burada şikayəti var. Ona güvənərək gəliblər, onları da qəbul etmədilər. Sonra adamlar mənim telefonuma mənə çıxdılar. Mən zəng elədim, prokurorluğa getdim. Həmin o şikayətçinin birini də Qürbət Qasımov, cənab prokurorumuz, o kurator, Abşeron kuratoru qəbul etdi. Otağında qəbul otağında danışdırdı və ərizəsini də oxudu. Ona baxmayaraq yenə Müşfiq müəllim və müstəntiq onu qəbul etmədi. Hətta bu azmış kimi, cənab jurnalistlər, sizdən xahiş edirəm artıq dərəcədə, siz cənab prezidentin sağ əlisiniz və onlara bütün bir insanların səsini çatdırırsınız. Xahiş edirəm, ona çatdırın ki, mən istintaqın təzyiqinə məruz qalıram. Kişi müstəntiq məni dindirmir, nətər məmişim apararlar, qərəzli deyil mi bu? Ona baxmayaraq bizim telefonlarımızı yoxlayır. Mən bu səs yazmaları gördüm, diskdə qəbul eləmir. Rövşən müstəntiqə atmışam, WhatsApp-la. WhatsApp-la bu səs yazmaları müstəntiqə atmışam. Mənim telefonumda yoxlayın, müstəntiqin telefonunda yoxlayın. Onlara da müstəntiq əhmiyyət vermir. Və mənim şahidim, Gəncə şəhərində, Ramadada 200 min manatı verdiyim şahidim Eynullah Kərimov və həm də zərər çəkmiş kimi Qürbət Aliyevlə şərik olur. Şərikimiz Eynullah Kərimovu. Bütün Reska prokurorluğu düzüymüş. Qürbət Eynullah Kərimov prokurorun qəbuluna girir mənimlə bərabər. Cənab prokuror Kamran Əliyev və banditizmiyə gəlir. Generalın qəbuluna girmişik. Banditizmin generalını. O mavini gəlib bizi çağırıb qəbul edib və Eynullah Kərimov banditizmi də ərizə yazıb. Mənimlə bərabər ərizə yazıb və bu prokurorun özünə danışıb, banditizmi ərizəni öz xoşundan yazıb və gəlib Gəncə şəhərinə bir yüzləşmə gedib, müstəntiqlərdə, prokurorluqda. Bunlar azmış kimi. Eynullah Kərimov məndən böyük, bəlkə 60-65 yaş var, bilmirəm, məndən böyükdür. Bugün Gəncədə bütün işlər düz getdi, prokurorluqda düz getdi. O azmış kimi. Bugün gör, bütün hamı yalancı çıxdı, bircə Abşeronun müstəntiqi işi bağlamaq üçün, Qürbət Aliyevi azad etmək üçün güya Eynullah Kərimov yalan danışıb. Yalana da cinayət iş düşünür. Mən Ramadada pulu verməmişəm 200 mini Abzarova, Abzarov da verməyib güya Qürbət Aliyevə. Bu olmayırsa Eynullah bəy, çox hörmətli Eynullah bəy, Kərimov, sizin 16-17 yaşınız yox idi. Siz nəyə görə bir il yarımda devlətən oynuyorsunuz? Devlet sizin oyuncağınızdır mı?
Sən bir dənə deyirsən ki, Rövşən müəllim vəkilimin yanında mənə deyir ki, o gün vəkillə getmişəm, 102-yə çıxıbmışam, Rövşən müəllim məni qəbul edir. Baxın, Müstəntiq Rövşən. Bəli, müstəntiq Abşeron müstəntiqi. Mən 102-yə çıxandan sonra məni qəbul edir. Xahiş edirəm buna Daxili İşlər Naziri baxsın, 102-yə çıxdığımı da qəbul etsin. Yəni yoxlasın. Bir dənə yalanım yoxdur. Çünki 10 milyon əhalinin qarşısında mən yalan danışacaq halım da yoxdur. Və orada mənə deyir ki, Eynullah sizdən qorxur. Cənab müstəntiq, müstəntiq Rövşən müəllim və cənab istintaqın rəisi Müşfiq müəllim. Əgər Eynullah məndən qorxursa bir qadınla, bəs Kərimov, çox hörmətli Eynullah bəy, niyə baş prokuror Kamran Əliyevin qəbuluna girərək onu aldadaraq ondan qorxmurdu? Onasa da niyə dərdin demir ki, ay cənab prokuror, mən bu qadından qorxub şikayət edilmiş. Hətta Reska prokuroru qaldırıb. Reska prokuroru qaldırıb. Onun baş prokurorun nəzarəti altında qaldı. Bəli, bəli, onun üstünə qalxıb. Deməli bunlar, çünki Elna bəy, Gözəl bəy, prokuror şəxsən qəbulunda olur mənlə bərabər. Və Gəncə şəhər məhkəməsində olur mənlə bərabər. Məhkəmənin sədrinin qəbuluna girir mənlə bərabər. Bunun hamısı gerçək oldu. Bir dənə Abşeron istintaqının marağı nədir? Mən müğənniyəm, mənim marağım olmasa toylara getmərəm. Düz deyilmi? Yoldaşım müstəntiq, sizin marağınız nədir? Eynullah bəy, Gəncə şəhərində düz danışdı, prokurora düz danışdı, istintaqına düz danışdı, Reska prokurora düz danışdı, Gəncə şəhər prokurora düz danışdı, bantizmin generalının qəbulunda düz danışdı, hətta bir də sizdən xahiş edirəm. Və Eynullah bəyin səs yazmaları var. Eynullah bəy, mən özümü müdafiə etmək üçün mən bilirdim ki, inanmıram heç kişisi daha. Mən Eynullah bəy deyir ki, mənim pulum Zöhrabdadır. Xahiş edirəm o səsə Murat Zöhrab gəldi məni bir dəfə, arıq uzun oğlandı. Gəldi məni bir dəfə Eynullah ilə, Eynullahın çayxanasında qəbul etdi. Danışdı ki, sən 60 min al, Eynullah da 40 min alsın, bu işi qutaraq bağlayaq. Qürbətin dostudur, həm də maklıydı, Zöhrab. Və onun səsini yazanmadıq, mən bilmirəm. Başım çıxmır səs yazmadı. Amma Eynullah sonradan danışdıqları var ki, mənim pulum hazırdır, 50 minim. Mənim pulum hazırdır, Zöhraba verir, Zöhrab saxlayır. Eynullahın səs yazmalarını sizə təqdim edim, xahiş edirəm. Zöhrab da hazırdır. Əgər müstəntiq Rövşən bəy, xahiş edirəm, sizə qurban olun mən, çox savadlı müstəntiqimiz, istintaq müstəntiqi. Bəs Eynullah Kərimova qürbət pul verəsi deyilsə, Eynullah Kərimovdan soruşsanıza, bu nə səsdir deyirsən, mənim pulum hazırdır. Zöhraba verir, Zöhrab saxlayır. Mala deyirsən 100 minin alt dala dur. Yaxşı, bu da azmış mükmü. Eynullah sizə deyir ki, 100 min al dala dur. Mən səs yazması təqdim edəcəm. Yox, tutulmalı yadımdan çıxmasa dəvlədə də demişəm. Pulumuzu Ay şimdi sen ananın yoru. Ne qurbətin, ne heç kimin tay deyilsən. Mən sənin kişiliyinə inanmışam. Kişisən Eynullah. Sen ananın yoru. Sen İmam Hüseyin, Kur'an da yoktu. Bu çayın meleği suyu. Biz yalvardık sen de, mən də qürbət telefonu kaldırmadı, yozdu vermedi, elə değil mi? Dedim ki, Yelfak ya mən ya sen şikayet elende, dedim ki onu tutturacağıq. Tutturmadı dememişik. Demişik pulumuzu versen hararat dolar olsun. Ay sağ ol. Mən onu deyirəm. Allah'ın var, balan var. Elə mi demişik? Kardeş, ilan beni vurmuş, 50 dənə ilan geçti. Neyime lazım da Eylullah? Sen bu dəqiqə qürbətdən istediğin nədir? Pul. Mən istediğim nədir? Pulum. Hamı pulunu istəyir, düzdür mü kardeş? İndi qürbət desin, mən lotuyam. Eynullah, bir belə verəcəm, az puldu deyini. Eynullah dala duracaq. Mən heç pul götürməmişəm, pulum hazırdır. Bilirəm, Zöhrabda da Allah onun etibarlı oldu, onun qadasını alayım. O maraqlanmışam. Yaxşı kişi, kəlbəcərlidir, fərqi yox. Dedim ki, mən bu dəqiqə pulumu götürüb, ərzəmi də verərəm. Amma gülsəsini mən tək ortada qoymayacam. Sən bana fikirləşmirsən, mən sana deyim. Hətta müstəntiq nə dedim abi? Dedi, 200'e versə barışma. Deyirəm ki, 100 minini al, keçir qırağa. Mənə eşit. Gene deyirəm, mən dedim ki, mən yataq almaq etmişəm ora. Ay yataq nədir? Dedim bax 370 mindən 270 mindən keçirəm sənə. Gətir 100 minimizi ver, qutar getdi. Ay, Nicat yazdırıb səs atın bana. Demişik 60 min yataq, 45 min yataq hamısı. 40 minə demişəm, nə olar Allah'ın olsun. Torpağın pulundan ver. Onu derim də 100 min al, qoy rədd olsun.
Üzmünü də vermir axı. Qoy axşam danışım, görüm hələ Zöhrabla, Zöhrab nədir? Zöhrab prosto onun etibarsızlığına bilir. Deyirəm, mən o uğradım, mənim işimə qatma. Mən də onunla məsələ belədir. Dedim, Qürbət, mənim pulum olsun falan səsin əlində. Zehrabın, yaxşı deyirsən, əcəb eləyirsən. İcra hakimiyyətin işçisi doyalam deməz. Hə, Etibarım var. hə. Gör ona mən benim sənə pulumu veribsən. Onu da o vəziyyətə sən cətdin çıxartdın, 100 min ver, 270 mini keçirəm. Onlar da tutdu üstümə, bu qədər bu keçir. Sən nə keçsən dedim, şeydə mən keçirəm, 40 neçəni 50 mini ver. Bəs yaxşı, nəyə görə banditizminin generalından qorxmurdu? Ona demirdi bu belə. Bəs nə, xahiş edirəm Eynullah Kərimov. Burada məqsəd nədir? Eynullah Kərimovun bu gün Pulu azdır. verdiyi ifadələri Yox, pulu geri azdır. çəkməsində nədir məqsəd? Demək istəyirəm, onu qorxudurlarmı, nədir bilmirəm. Pulu azdır, onun pulunu ödəyirlər, geri durur. Və Eynullah və sonra Eynullahın çayxanasında gəlmişik. Qürbət Aliyevin qardaşı, oğlu, həmin o səsləmə var. Qürbət 100 min verib mən buradan çıxart başına 100 min pul qoyacağım. Qara oradan bura gəlir. Həmin qaranın yanında Qürbət Aliyevin oğlu Nicatın səsi var. Onun şahidi Zakirin səsi var. Nicat deyir 90 min verib, Gültəkin qurban olun bu işdən uzaqlaş, atamı tutturma. Da get izahat ver ki mənə dəyən zərər Qismən ödənir. yox, hamısı ödənildi. Niyə? Sonra da deyir ki, əgər Sizə cəmdə nə qədər borcu var? 307, 400 idi, 30 mini verib 370'i qaldı. Və bunun qarşılığında da 90 min verib 370 mini bağlamaq Oğlu istəyir. Nicat deyir. Və o səsi sizə təqdim edəcəm, bunu 10 milyon əhaliyə çatdırın. Sən at verirəm ananın südünə, kəsdiyimiz düz çörəyə. Nicat demədi mi 90 min verək bu işi bağlayaq. Dedi. Orada danışdınız, özünüz barışdınız, heç mən gördün mü? Ay qardaş, bəli, bəli. Yəni Qurana and içdik mi? Əl Qurana qoyduq mu ikimiz də? Bəli. Bu işdə 28'i qutarma aldı, 29'unu atarsa gəlib bu işi bağlayıb. Gülə-gülə məhkəmə, prokurora, müstəntiqə gəlib ərzə verməlidik mi? Bəli. Mən sözümdən döndüm mü qadan alın? İndi zəng gələn maniyə 60 min söhbət eləyirlər. Kim eləyir? Qara deyir ki, Qürbət deyir ki, onun səsini yazmışam. Hı. Mən 60 min artıq pul vermirəm. Gəl valeransını Almerdə getirə bilir eləsin. Sən də özün bilərsən. Gör mənim oğlum nədir? Sağ ol. Nədir? Qürbət deyib bizə məni çıxardın, gör 100 minin başındakı keçmək də olsa Gültəkini tutturacaq. Eşitdin mi Arifan? Mən bunu müstəntiq Rövşənə, Bu adam izahat vermir ki, sizdən aldığı pulları kimlərə yox verir. boynuna alır. Amma oğlunun şahidi də var, Qara, mən, Zakir. Həmin səs yazması sizə deyəcək. Və sizdən bir xahiş edirəm. Xahiş edirəm. Niyə Rövşən imkan yaratmır? Mən diski verirəm Rövşənə, səsini artıram. İstentak bunu niyə açıqlamır? Marağını mənə bilsin. Bütün dünyada bir il yarımda Eynullah Kərimov düz danışdı. Nə düzdür müstəntiq imiş, bir dənə Rövşəndə yalan danışdı. Abşeronda. Rövşən müəllim, siz Abşeronda gedən 200 minə baxmalısınız. Siz Gəncədə gedin, heç Eynullahın bura aidiyyəti də yoxdur siz. 400 min, 200 min Abşeronda verilir. Sonuncu pul. Ona görə gəlibdir Abşerona. Hadisənin son baş verdiyi yer. Hə, amma mən 400 min, 200 Bəs min... onda Gəncədə nə araşdırması ki, məhkəməyə 200 göndəriblər? Bu 470 binin araşdırmasını Yox, aparmırlar. 200 mini Gəncədə verilir Ramadada. Ora cinayət var, torpaq Gəncədədir. Alverimiz. 200 min orada Eynullanın yanında verilir. Ona Gəncə müstəntiqi baxıb. Araşdırma da çıxıb. Abşeronda mən Eynullanın yanında pul verəmişəm. Eynullanı xeyirlə çağırıbsan Abşerona. Xeyir ola. Orada sizin şahidiniz Eynullah deyil. Xeyr Abşeronda mənim şahidim var. Səsini hal-hazırda göstərəcək. Və deyil, hələ məndən sonra da Abşeronda son pul vermə deyil. Hələ Səbail rayonun ərazisində də pul verilir. 130 min dollar bir, 15 min manat bir, 20 min manat da bir. Başqa vətəndaşlar var. Gəldi Rövşən müəllimin qəbrinə, Rövşən onu qəbul eləmir. Çünki Abşeronda işi bağlamaq istəyirlər. Və deyir ki mənə, o gün getirmişəm vəkilmən, deyir ki iş prokurorluqdadır, prokurorluq istəyirdi, mən işdən aparmışam ora. Apar prokurorun qabağında yazdıqda nə var ki, prokurora sən nə verirsən, prokuror onu yoxlayacaq. Sən mənim şahidlərimi qəbul eləməksən, 200 min verildiyini qəbul eləməyibsən,
buradaki 130 bin dolar vereni, 15 bin dolar manat vereni Siz Abşeron prokurorluğuna getmişsiniz bu işlə bağlı. götürmüşəm. Abşeron prokurorluğu heç bir mən qəbul edirəm. Niyə? Səbəb? Bilmirəm, onun səbəbi cənab prokuror Kamran Əliyevdən və prezidentimizdən güvəndiyimiz, inam güman yerimiz olan Haqq Ədalət Vilayət Eyvazov xahiş edərəm. Polislərimizdən xahiş edərəm. Hətta məni tutturmaqla hədəliyir, ha kişi. Bax, Qürbət Aliyevin 100 min verib, səsini verəcəm sizə və Abşeronun istintaqı rəisi mənə deyir ki, çıx, belə mən elə çıxır ki, mənim atam mənə bu yaşda elə çığırmıyor. Hətta dələduzlara zərər çəkmiş elə çığırmıyor. Mən zərər çəkmişəm. Dələduz elə çığırılmış. Və məni qorxudurlar. Mənə deyir ki, narkotik özünə sanattırmamış, çıx buradan. Çıx, narkotiklərin bir dənələrini sənə sanattırmamış, çıx buradan. Qadınlığına hörmətim var. Mən zərər çəkmişəm, sən mənə nə deyirsən? Niyə? Və Rövşən bəy mənimlə disklərimə Eynullahın səsini xahiş edirəm. Ümid yerinəcək. Prezidentimizdən, Mehriban xanım sizdən və çox güvəndiyimiz Vilayət Eyvazovdan devlətimizin polisinə, prokurorluğuna çox güvənirik. Biz şəxsən mən kömək istəyirəm.